Dəyərli şagirdlər, abituriyentlər, izləyicilər, bugünkü dərsimizdə Füzulinin Leyli Məcnun poemasından danışacaq. Füzuli elə bir dahidir ki, elə bir söz sehirbazıdır ki, ondan danışmaq, ona layiq danışmaq sözsüz ki, çox çətindir. Əvvəlcə onu vurğulayım ki, ədəbiyyatımızda Füzuli qədər sözə hakim olan, sözün leksik mənasına bələd olan, dilimizin qrammatik normalarına əməl edə bilən ikinci bir şair yoxdur. Füzulinin görünür belə ustalığının kökündə həm də öz əsərlərini ciddi şəkildə redaktə eləməsi durur. Hətta mən düşünürəm ki, nəinki özünün, Füzulinin ümumiyyətlə əsərlərini redaktə edən çoxlu oxucular olub. Çünki bir nəfərin, iki nəfərin elə bir zəhməti ilə belə mükəmməl əsər ortaya gətirmək, əsərlər ortaya gətirmək çətin məsələdir. Çünki Füzulini nə qədər oxusan da, hər hansısa bir qrammatik norma pozuntusu və ya leksik norma pozuntusuna rast gəlmək mümkün deyil. Hətta Füzuli özü bir qitəsində deyir ki, məndən qabaqda türkcə şeir nahamvər və namərbut idi. Məndə tövfiq olsa deyir, bu düşvarı asan eylərəm. Novbahar olğac tikəndən bərqi gör, ishar olur. Həqiqətən də Füzuli poeziyamızın, klasik poeziyamızın baharında açmış gül kimidir. Füzulinin söz oyunbazlığına bir neçə misal çəkim, sonra Leyli Məcnuna keçək. Məsələn, Füzuli hətta eyni beytdə, eyni misrada belə ikili fikir söyləməyi bacarır. Məsələn, Füzulinin məşhur bir qəzəli var. Kimlərinsə xatirinə, yadına salmaq üçün və yaxud deyək ki, diqqətini cəlb etmək üçün deyirəm. Aşıq oldum yenə bir tazə gülü rənaya, ki salır al ilə hərdən məni yüz qovvaya. Məsəl üçün, burada bir aşiqanə qəzəl olduğunu düşünə bilərik biz bu şeirin, amma eyni zamanda ayaqqabı tikmək sənətindən danışır şair bu şeirdə. Başqa bir qəsidəsində də gəmi tikmək sənətindən danışır. Və yaxud bizim məşhur bu beytlərə, misralara biz rast gəlmişik. Deyir, çıxma yarım gecələr, əğyar tənindən sakın. Sən məhi övciyə əlahətsən, bu məlahətsən, bu nöqsandır sənə. Məsələn, burada da bir iki başlı söz oyunu var. Və yaxud deyək ki, bütün övrəsim nəmazə, şəb-i ruz irabıb olmuş. Bu nə dindir Allah Allah, bütə səcdə vacib olmuş. Məsələn, bu şeirdə də ikili bir fikir var ki, bir beytə, iki misraya sığışdırılmışdır. Gəldik Füzulinin məşhur Leyli Məcnun poemasına. Mən bu qənaətdəyim ki, biraz yaxşı çıxmır, amma fikrimi, qənaətimi demək istəyirəm. Leyli Məcnun poeması ədəbiyyatımızda doğru təhlil edilməyən bir poemadır. Məsələn, biz bu poema haqqında çox vurğulayırıq ki, burada insan azadlığı, şəxsiyyət azadlığı, qadın hüquqsuzluğu məsələsi çox ciddi şəkildə qoyulmuşdur. Yəni, güya deyəndə, əsərin ideyası belədir ki, qadın hüquqsuzluğunu, insan şəxsiyyət azadlığının məhdudlaşdırılması əleyhinə yazılmış bir əsərdir. Amma mən qətiyyən belə düşünmürəm. Çünki bu əsərdəki problemlər, yəni bizim problem kimi gördüyümüz, insan azadlığının məhdudlaşdırılması kimi gördüyümüz faktlar bu gün də var və biz heç də bu faktları qınaya bilmirik. Yəni, belə deyək ki, bir ana öz övladının adının hallanmasından, xüsusilə qız övladının adının hallanmasından narahat olması bu çox təbii bir hissdir. Yəni, orta məktəbdə, deyək ki, məktəbdə oxuyan bir şagird övladının, qız övladının adının hallanmasını bugün heç kəs istəməz. Və anasının deyək ki, müəyyən qadağalar qoyması da təbiidir. Düzdür, məktəbə getməyə qoymaması, biraz burada elə bil ki, azadlığın məhdudlaşdırılması var. Amma Məcnun tərəfdən, Qeys tərəfdən baxdıqda, ümumiyyətlə Qeysin azadlıqlarının məhdudlaşdırılması deyilən bir şey yoxdur. Məsələn, atasının Məcnunu səhradan qaytarıb gətirmək istədikdə, ona nəsiyyətləri var. Orada deyir ki, cavan vaxtı olardı bu aşiqlik. Amma sən artıq kamilləşmirsən, böyümüsən, indi ağlın yolunu tutmağın vaxtıdır. Demək, cəmiyyət o dövrdə aşiqliyi qəbul edirmiş. Heç bir problem yox imiş. Və yaxud əsərin sonunda belə bir hal var. Xalq deyir, yığışdı, gəldi, Leylinin qəbrini açdılar, Məcnunu da, Qeysi də ora qoydular. Məsələn, bu cürə bir fakt olan, belə bir dəyər verilə bilən cəmiyyət, yəni insanın sevgisinə bu boyda dəyər verilən bir cəmiyyətdə insan azadlıqlarının məhdudlaşdırılmasından necə danışmaq olur? Mən bilən əsas məsələ başqa. Füzuli insan psixologiyasının yaratdığı, deyək ki, təbəddülat, ziddiyyət, problemi önə çəkmək istəyirdi. Yəni, yeniyetmə olan Qeysin, yeniyetmə olan Qeysdə eşqin, hissin, duyğunun çox güclü olmasının onun faciəsinə səbəb olmasını göstərmək istəmişdi. Yəni, orada heç bir böyük bir problem yox idi. Əgər Qeys,
Məsələni atasına açıqlasaydı, çox rahat atası gedərdi, elçi gedərdi və Leylini alardı. Amma və bu iki gənc qovuşardı və necə ki Leylinin atası deyir ki, qürbün mənim üçün bir şərəfdir və heç bir problem olmayacaq. Problem oradadır ki, bir gənc də hisslər, emosiyalar, duyğular o qədər şiddətli olur ki, ağlına heç qulaq asa bilmir. Ağıl ikinci plana keçir və başın qəflətən çevrilməsi, yəni dəlilik həddinə gəlməsi insanın Qeysin faciəsinə səbəb olur və bu faciə Füzulinin dili ilə qələmə, Füzulinin əli ilə qələmə alınmışdır. Bu fikirlərimi söylədikdən sonra keçək biz əsərə ki, imtahanda bu əsərlə bağlı düşən sualları necə cavablandıracaq. Orta məktəb dərsliyində bilirik ki, Leyli Məcnun çox böyük ixtisarla verilmişdir və bu 19 başlıq altındadır. Mən bu 19 başlığı burada qeyd eləmişəm. İstəyirsiniz sırayla oxuyum. Əvvəlcə kitabın yazılma səbəbi, sonra Qeysin anadan olması və uşaqlığı, anasının Leyliyə nəsihəti, Leylinin arasına cavabı, Məcnunun səhrada Leyliyə rast gəlməsi, Məcnunun atasının Leyliyə elçilik getməsi və rədd cavabı alması, Nofəlin Məcnunla söhbəti, Məcnunun Nofələ dərdini izhar etməsi, Nofəlin ikinci dəfə vuruşub qalib gəlməsi və əhdini pozması, sonra Leylinin İbn Salama nikah edilməsi, nikah edilməsinin Məcnuna xəbər verilməsi, atasının Məcnunu səhrada tapması və nəsihətlə yola gətirməkdə aciz qalması, İbn Salamın vəfat etməsi, Leylinin dəvəyə sirrini aşması, Məcnunun öz halını Leyliyə bildirməsi, Məcnunun Leyliyə etinasızlığı, Leylinin Məcnunun davranışını bəyənməsi, Leylinin anasına vəsiyyəti və ölməsi, Leylinin vəfatından Məcnunun xəbərdar olması və bu dərdə dözməyə bilməsi və əhvalatının tamamlanması. Orta məktəb dərsliyində 19 başlıq altında Leyli Məcnun poeması bizə ixtisarla verilmişdir. Kitabın yazılma səbəbi haqqında danışaq. Kitabın yazılma səbəbini Füzuli göstərir ki, bəs Rum zərifləri məndən xahiş elədilər və mən bu əsəri yazmaq qərarına gəldim. Özü də əvvəlcədən qeyd edir ki, Rum zəriflərinin bu əsəri xahiş eləmə səbəbinin birinin kökündə o dayanırdı ki, mən ustad hesab edirdilər. Fikirləşirdilər ki, mən də Nizami qədər varam. Amma həm də məni sınıyırdılar. Sanki bu insan psixologiyasının Füzuli qərb şairi də deyirlər. Yəni insan psixologiyasının ruhunu anlayan, həm də eyni zamanda ədəbiyyatımızda özü qədər, yəni özü səviyyədə ikinci bir şair yoxdur. Nə müasir ədəbiyyatımızda, nə də keçmiş ədəbiyyatımızda. Demək ki, klassik ədəbiyyatımızda Füzuli deyir ki, həm məni dəyərli bildikləri üçün bu əsəri yazmağımı məndən xahiş elədilər. Həm deyir ki, türkcə bu əsər olmadığı üçün türkcə yazmağımı xahiş elədilər. Həm də deyir, bunlar məni bir sınamaq istədilər ki, görək Füzuli belə bir əsər yazsa, necə yazar. Və Füzuli Rum zəriflərinin xahişi ilə bu deyir, bəhri kütah olan, yəni ölçüsü qısa ölçülü olan, Həzəcin, Leyli Məcnunun Həzəci deyilən bir ölçü var ki, məf'ulun, məfailun, fəulun, yəni o ölçüdə bir ki, şeir yazırlar, bəlkə də elə bir səhv dedim, bircə dəqiqə fikrimi toparlayım. Çeyşuq nədir bu göftücülər? Çeyşuq nədir bu göftücülər? Məf'ulun, məfailun, fəulun, bəli, bu qısa ölçüdə, 10 hecalı bir şeir ölçüsündə yazılmışdı. Uzun deyir, sevdası uzun bir əsər idi. Özü də qəm idi, içi dolu qəm idi, misralar da gödək idi və bu bir çətinlik yaradırdı. Amma deyir ki, Allahdan kömək diləyib bu əsəri yazmağa başlayır. Qeysin anadan olması və uşaqlığında vurğulanan bir fikir var və çox nəzir niyazdan sonra Qeys deyilən bir uşaq dünyaya gəldi və amma bu uşağı deyir, heç sakitləşdirmək mümkün olmadı. Və bir dəfə dayəsi onu bir gözəl uşağın, qadının qucağına verəndə görür ki, bu uşaq sakitləşdi. Deyir, dayə başa düşdü ki, bu uşaq gözəlliyi anlayır. Bu uşaq gözəlliyin aşiqi olacaq. O deyir, sevginin nə olduğunu əslində bu yaşda uşaq bilməsə də, amma Qeys bilmişdi. Onun bir aşiqlik həyatı yaşayacağını elə uşaqlığından bəlli olur. Ümumiyyətlə, uşaq anadan olanda Qeys çox ağlayır, normal bir şeydir. Füzuli bunu belə mənalandırır ki, Qeys sanki deyirdi ki, dünyanın qəmi çoxdur, qəmini çəkməyə bir hərif yoxdur. Mən deyir, qəmini çəkməyə gəlmişəm, istəyirəm bu dünyanın qəmini çəkən bir hərif olum. Belə bir mənalandırma verir. Bəli, həqiqətən dünyada yaşayan insanın ömrünün, gününün, xoşbəxtliyinin, deyək ki, bütün həyatını əhatə eləmədiyini bilirik. İnsan zəhmətin, əziyyətin içərisində olur və həyatında olan o az-az
xoşbəxtliklər də onu həyata yaşama tutundurur və onu həyat ona gözəl edir. Amma insanın ömrünün çoxu böyük hissəsində bir dərd, kədər, əziyyət olur. Anasının birbaşa oradan keçilir. Anasının Leyliyə nəsihətinə. Bəli, məktəbdə məlum olur ki, bu hissə ümumiyyətlə məşhur bir hissədir. Qeys ilə Leyli bir-birinə aşiq olub, bu fəsanə dildən dilə düşür və bu gəlib anasına çatır. Anası çox narahat olur atasının bu söhbəti eşitməsindən, həm də qızının adının dillərə düşməsindən narahat olur və qızına böyük nəsihət edir. Qızının aşiqlik üçün qıza layiq olmadığını, qızın adının dildən dilə düşməsinin yaxşı olmadığını qızına söylüyor və söyləyə də onun məktəbdən artıq məktəbə getməməli olduğunu deyir. Və ən böyük ziddiyyət, ən böyük problem buradan başlayır ki, və sonradan bu Qeysin Leylinin faciəsinə çevrilir. Bu məqamda onu deyim ki, Leylinin anasının Leyliyə nəsihəti çox müdrik bir nəsihətdir, çox bu gün çağdaş dövrümüz üçündə dinləniləsi, əməl ediləsi və nəzərə alınası orada çoxlu fikirlər var. Məsələn, bədcu deyilən, pis danışanlar xüsusilə vurğulayır anası ki, pis danışanlar niyə sənin eybini danışmalıdır, niyə səni dildən dilə salmalıdırlar, gərək sən özünü qoruyasan. Sonra anasının Məcnun, Leylinin anasına cavabı hissəsi gəlir. Leyli məhəbbətin ümumiyyətlə danır. Mən burada böyük bir üstünlüyü, yəni dilin, ifadənin üstünlüyünü, yəni gözəlliyini diqqətinizə çatdırmaq istəyirəm. Belə bir söz işlədir. Deyir ki, eşqin qılmaz idi kimsə yadır. Ha, səndən eşitdim indi adı. Çox, yəni bu cür danışıq, bu cür ifadə tərzi, elə bil ki, Füzuli bir dramaturq olsaydı, görün necə də gözəl xalqın danışıq dilinin manerasına uyğun ifadələr işlətmiş olardı. Və burada Leyli anasına məhəbbətini danır və məktəbə getmə deyirsən, deyir, getmərəm. Və burada Fələk, burada Leylinin bu hissədə, axırda Leylinin dilindən bir qəzəl verilir. Deyir, Fələk məni cövrlə cananımdan ayırdı. Bu ifadəni adətən biz eşidəndə bizə elə gələ bilər ki, bu Qeysin dilindəndir, amma Leylinin dilindəndir. Dəyərli izləyicilər, mən hər bir dərsin 10-15 dəqiqə arası olmasının tərəfdarıyam. Ona görə də belə düşünürəm ki, Leyli Məcnun əsərini hissələrə bölərək danışım. Bugünkü dərsimiz, bu birinci hissəmiz bura qədər fikirləşirəm ki, bəsdir. Diqqətiniz üçün təşəkkür edirəm. Bir faydam toxunursa, nə mutlu.